Biz deməli əməliyyatımızın son qisminə gəlib çatdıq. 72 yaşında daha əvvəl bağırsaq rezeksiyası icra edib ilostoma açdığımız bir xəstədir. Obstruktiv adenokanser səbəbiyle. Qaraciyərində 2 ədəddə şübhəli bir lezyon vardı, metastaz olaraq dəyərləndirilmişdi. Kimyoterapiyalarını aldıktan sonra əməliyyata aldıq, ilostomasını bağladıq və qaraciyərdəki segment 2 və segment 5-dəki metastazları geniş rezeksiya etdik, non-anatomik rezeksiya ilə. İndi isə bizim hörmətli radiologumuz Səbinə xanım Kişanova əməliyyat içərisində intraop dediyimiz birbaşa probu qaraciyərin üzərinə qoyaraq çıxardığımız törəmələri kifayət qədər sağlam sərhədlərlə çıxardığımızı təyid edir, dəqiqləşdirir. Hal-hazırda həm segment 2-də, həm segment 5-dəki törəmələrimiz də tam çıxıb, yavaş-yavaş da əməliyyatımızı yekunlaşdırıb bağlayırıq. Bütün ekip arkadaşlarımıza, başta anestezi və tibb bacılarımız olmaqla, xüsusən Səbinə xanıma, rezidentimizə, hər kəsə, texnikimiz videonu çəkən Ucal bəy olmaqla hamıya təşəkkür edirəm, əlinizə sağlıq.